Dayanmadan acı qalırsınız, acılıq çəkirsiniz. Ancaq tərəzi yenə də eyni rəqəmi göstərir. Məncə nəsə də yolunda getmir. Gəlin görək harda səhv eləyirik axı. Bir çox xanımların etdiyi səhv özünü acılıqla cəzalandırmaqdır. Nə qədər az yesəm, o qədər tez arıqlayaram. Bu sadəcə bir yalandır. Siz bədəninizi acılıqla sınayırsınız, bədəniniz isə yağları daha bərk qucaqlayır. İkinci etdiyiniz ən böyük səhv ancaq tərəzidəki rəqəmlərə fokuslanmaqdır. Tərəzidəki çəkiniz eyni qala bilər. Siz yağ yandırırsınız, bədən əzələ kütləsi qazanır. Yəni tərəzidəki rəqəmlərə yox, güzgüdə gördüyünüzə fokuslanmalısınız. Çünki tərəzidəki rəqəmlər eyni qalaraq da incələ bilərsiniz. Üçüncü etdiyimiz səhv isə maye kaloriləri görməzdən gəlməkdir. Heç nə yeməmişəm, ancaq sadəcə 2 stəkan hazır şirədən istifadə eləmişəm. Hazır şirə dediyim isə mağazalarda satılan naturalni dediyimiz həmin o meyvə şirələridir. O 2 stəkan təbii adı altında içdiyin şirənin içərisində bilirsiniz nə qədər şəkər var. Ona görə də kalori qəbul etmək istəmirsinizsə, maye olaraq sudan istifadə edin. Dördüncü səhvimiz isə yuxu faktorunu görməzdən gəlməkdir. Gecə saat 3-ə qədər oyaq qalan insanın arıqlamağı möcüzədir. Yuxusuzluq ertəsi gün sizi şirniyyata doğru maqnit kimi çəkəcək. Beşinci etdiyiniz səhv isə möcüzəvi arıqladan detokslara inanmaqdır. Bir həftəyə 10 kiloqram vəd edən həmin o möcüzəvi detokslar. Bu detoksların əsas məqsədi sizin bədəninizdəki sadəcə suyu qovmaqdır. Arıqlamaqla heç bir əlaqəsi yoxdur. Bu səhvləri arıqlama prosesində bir çox xanımlar edir və nəticə 0. Bu faktları dəyərləndirin, bu səhvləri etməyin. Səbirlə, düzgün qidalanma rejiminə əməl edərək mükəmməl bir formada çəki verə bilərsiniz. Bu videonu bu 5 səhvdən birini etdiyini düşündüyünüz dostunuzla bölüşə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşərik.